Xeyr, 24-ün efirində xəbər vaxtıdır. Studiyada Günel Mövsümovadır. Hər vaxtınız xeyir, bu saatın əsas xəbərlərindən keçək. İranda mümkün hakimiyyət dəyişikliyi ətrafında səslənən bəyanatlar regionda gərginliyi daha da artırır. Rəsmi təsdiqi olmayan varis iddiaları, İsraildən gələn sərt xəbərdarlıqlar və Amerika Birləşmiş Ştatlarının dolayı mesajları prosesin yalnız siyasi deyil, həm də informasiya müstəvisində davam etdiyini göstərir. Müşahidəçilər hesab edirlər ki, burada təkcə real güc nümayişi deyil, eyni zamanda qarşı tərəfə psixoloji təsir mexanizmi də işə salınıb. Bəs verilən mesajların arxasında hansı strateji məqsədlər dayanır? Psixoloji təsir alətləri necə işləyir və bu ritorika İran daxilində qərar verməyə nə dərəcədə təsir edə bilər? Ətraflı sujetimiz var, izləyək. İranda diqqətlər mümkün varis məsələsinə yönəlib. Xarici mənbələr Əli Xameneyinin oğlu Müctəba Xameneyinin ali lider seçildiyini iddia etsə də, Tehran hələlik bu məlumatı təsdiqləmir. Bildirilir ki, qərarın ruhanilərdən ibarət ekspertlər şurasının Sebahın təsiri altında verildiyi ehtimal olunur. Paralel olaraq hakimiyyət başlığı ilə bağlı müzakirələr davam etdiyi vaxtda İsraildən açıq mesaj gəlməsi də diqqətdədir. İsrail Quds bəyan edib ki, İranın İsrailə və Qərbə qarşı siyasətini davam etdirəcək istənilən yeni lider açıq hədəf olacaq. Onun sözlərinə görə adının nə olmasından və harda gizlənməsindən asılı olmayaraq belə bir şəxs aradan qaldırılacaq. Amerikalı tərəfdaşlarla birlikdə indiki hakimiyyəti digərləri ilə əvəzləmək üçün şərait yaratmaq məqsədi ilə tam güclü fəaliyyəti davam etdirəcəyik. Eyni vaxtda Vaşinqtonda da İrandan sonraki mərhələ ilə bağlı suallar səslənir. Donald Trump sürgündə yaşayan Şahzadə Rıza Pəhləvi barədə müsbət fikirdə olduğunu desə də, onun ölkə daxilində daha real dayaqlara malik şəxs olmasının vacibliyini vurğulayıb. O, həmçinin hakimiyyət dəyişikliyi üçün nəzərdə tutulan bəzi alternativ fiqurların son hücumlarda həlak olduğunu bildirib. Biz Pəhləvi barədə çox düşünməmişik. Mən elə gəlir ki, içəridən kimsə daha uyğun ola bilər. Pəhləvi yaxşı insan kimi görünür, amma hazırda ölkə daxilində populyar olan biri mənə daha uyğun görünür. Bütün bu açıqlamalar və qarşılıqlı mesajlar fonunda proses təkcə hərbi və siyasi müstəvidə deyil, informasiya müharibəsi səviyyəsində də davam edir. Lider məsələsi ətrafında səslənən sərt bəyanatlar, mümkün varisi ünvanlanan açıq təhdidlər və Vaşinqtondan gələn dolayı mesajlar artıq psixoloji təsir elementləri kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, burada məqsəd təkcə real addım atmaq deyil, həm də qarşı tərəfin qərar vermə mexanizminə təsir göstərməkdir. İsrail lideriniz kim olursa olsun onu da vuracağız derken bir psikolojik harp tekniği uyguluyor. Amerika Başkanı Donald Trump da önümüzdeki günlerde seçilecek olan yeni lider hakkında da biz belirliyoruz mesaj vererek psikolojik harp tekniğiyle İran ve uluslararası kamuoyuna mesaj verdiği görülmektedir ki bu da psikolojik harp tekniklerinden biri olduğu unutulmamalıdır. Belə görünür ki, Tehran ətrafında baş verənlər yalnız kabinetlərdə verilən qərarlarla məhdudlaşmır. Səsləndirilən sərt bəyanatlar və qarşılıqlı ittihamlar həm də güc nümayişinin informasiya mərhələsinə keçdiyini göstərir. Bu mərhələdə məqsəd təkcə real addım atmaq deyil, həm də rəqibin siyasi iradəsinə təsir etməkdir. Prosesin necə yekunlaşacağı və yaranan boşluğun hansı fiqur tərəfindən doldurulacağı isə yaxın günlərdə regionun təhlükəsizlik mənzərəsini müəyyənləşdirə bilər.